Selamun Aleyküm və Rahmetullah Şeyx. Aleyküm salam. Ramazan ayını necə ibadətlə keçirmək lazımdır? Çünki bəzi insanlar elə bilirlər ki, gecələri yatmamalıdır, 100 rükət namaz qılmalıdır və bu kimi ibadətlər etmək lazımdır. Elhamdülillah. O ki qaldı Ramazanı necə keçirmək lazım? Ramazanı ibadətlə aydındır. Çünki Ramazan əsasən ibadət ayıdır. Yəni belə ay yoxdur. 11 ayla müqayisə eləyəndə Ramazanı belə ay yoxdur. Necə ibadət dolu, ibadətlə vay bəzənib. Və lakin ibadət gərək sünnəyə müvafiq olmalıdır. İbadət gərək Allah üçün ola. Bir də ikinci sünnəyə müvafiq. Sünnə nədir? Yəni Peyğəmbərin sallallahu aleyhi ve sellem dediyi söz, etdiyi əməl. Ona görə o necə eləyib, həll eləyib. İfrata varmaq olmaz. Hətta ibadətdə ifrata varmaq olmaz. Məsələn, biri deyir ki, mən 100 rükət namaz qılacam. Hardan götürmüsən 100 rükəti? Peyğəmbər sallallahu aleyhi ve sellem qılıb 100 rükət yox. Və ya məsələn, sahabələrdən kimsə qılıb yox. Nə gəlib onu elə. Nə gəlib bəsdir. Onu elə, bəs kifayətlən. İnsanlar çoxsu bidət əhli, xüsusən o yenilikləri uyduranlar. Onlar nə gəlib onunla kifayətlənmirlər, artırırlar. Biri gəlir sonra yenə artırır. O birisi gəlir yenə artırır və belə dinimiz var. Dinimiz yox, müsəlmanlar bu vəziyyətə düşüblər. Dinimiz əlhamdülillah həmişə təmizdir və həmişə qüvvədədir. Pakdır, haqdır. Amma müsəlmanlarda da səhv. Gərək din müsəlman ayrıdır. O demək deyil, müsəlman nəsə eləyir, dinlə bağlayırlar. Böyük səhvdir bu. Böyük səhvdir. Məsələn, görürsən, ailədir, əli nəsə eləyir, dinimiz belə. Dinin nə dəxili var? Din hələ demir axı. Problem sənin yoldaşındadır. Aydındır. Və ya məsələn, başqası nəsə eləyir. Dinlə bağlayırlar. Dinimiz, əlhamdülillah, pakdir. Ancaq insaf, adillik və s. ən gözəl xüsusiyyətlərə malikdir dinimiz. Və salam. Pislik yoxdur. Pisliyin əleyhinədir dinimiz. Ona görə o kim ki deyir 100 rükət, 1000 rükət belə, 1000 dənə söz belə, onlar hamısı artıq sözlərdir, artıq əməllərdə lazım deyil. Nə gəlib onu elə? Əlhamdülillah namaz qıl. Peyğəmbər sallallahu aleyhi ve sellem namazda 11 rükətdən artıq qılmazdı təravih, məsələn. Və ya məsələn, qıldın, məyər bir dənə ibadət namazdır. Otur Quran oxu, dua elə, zikr elə, dəvət elə, dərsə qulaq as, dərs ver. Əlhamdülillah. Bu kimi. Allah sizdən razı olsun şeyx.